İndi müxalifətdə olan şəxslər 20 ildir çirkin işlərlə məşğul olur. Xalq artıq bunlardan bezib. Bu fikirləri El Hərəkatı Ali Məclisinin sədrinin keçmiş müavini Əflan İbrahimov El Hərəkatının fəaliyyətinə həsr olunmuş mətbuat konfransında səsləndirib. O, təşkilatın əvvəllər başqa məqsədlə yaradıldığını, sonradan isə hərəkatın fəaliyyət istiqamətinin dəyişdirildiyini bildirib. Əflan İbrahimov özünü El Hərəkatının sədri elan etməklə hətta partiyadan bir neçə nəfərin çıxarılması sərəncamını da verib. El Hərəkatının sədri olaraq mənim birinci sərəncamım nə olub? Eldar Namazovu, Eldəniz Quluyevi, Köçəri Nağıyevi və saymıram bütün orada olan bizim el hərəkatında iştirak etməyən adamların sərəncamını verib el hərəkatından azad etmişəm. Əgər onlar özlərini islah edib, bir daha el hərəkatının sədri kimi Əflan İbrahimova müraciət eləsələr, mən kollektivimlə razılaşıb onların işinə baxaram. Əflan İbrahimov Eldar Namazovla yanaşı Əli Kərimova da qəzəblidir. Eldar Namazovun bir papkası var, bir özü. 10 ildir çalışır ki, bir partiya yaratsın, yarada bilmir. Elə bilirsiniz ki, hər adam idarəçilik başarır, hər adamın idarəçilik başarmaq qabiliyyəti yoxdur. İndi Allah Taala bunu da mənə verir. Deməli, Əli Kərimli, mən sənə buradan mətbuat vasitəsilə özümü tutub deyirəm. 11 aya yaxın siz hakimiyyətdə olduğunuz cəmaata torpaq yedizdirdiniz. Çörəyə, torpaq, cımıq yedizdirdiniz. Sən utanmırsan, indi təzədən hakimiyyət adı çəkirsən. Əflan İbrahimov, Eldar Namazov və digərlərinin ixtişaş planlaşdırdıqlarına dair kifayət qədər ciddi faktlarının olduğunu açıqladı. Əgər mənim əlimdə əsas olmasaydı, mən ora necə deyə bilərdim ki, bunlar belə eləmək istəyirlər. Bunlar Soros fondundan maliyyələşmiş adamlardır, pul paylayıblar, əlimdə faktlar var, faktları qoymuşam ortaya. Ondan sonra bunlar xaos yaratmaq haqqında danışıqlar var. Hamısını mən elə şey eləmişim. O qədər axılsız adam deyəm ki, mən gedəm ora deyəm ki, belə nə də ki, mən olan şey deyərəm. Mən heç vaxt Allahdan qorxuram, başqa söhbət eləmərəm. Bir müddət Rüstəm İbrahimbəyovu dəstəkləyən Əflan İbrahimovun indi bir namizədi var. Mən açıq-aşkar deyirəm, Eldar Namazovu və onun dəstəklədi ki, o yalandan dırnaq arası el hərəkatında olan, onun dəstəklədi ki, Cəmil Həsənlilərə yox deyirəm. Mən burada bəyan edirəm, 9 oktyabr 2013-cü ildə İlham Heydaroğlu Əliyevin prezidentliyə namizədini dəstəkləməyə çağırıram sizi. Əflan İbrahimov 85 rayon üzrə 125 seçki dairəsində dəstəklədiyi namizədin təbliğat təşviqat kampaniyasına aktiv qatılmağı düşünür. Zümrüd İbrahimova, Vüsal Babayev, Yurt Xəbər.